Salam, hörmətli izləyicilərimiz. Sizlərə salamlarım Hövsan qəsəbəsindən. Hörmətli izləyicilərimiz, deyim ola bura qəsəbənin özü, qəsəbənin çox yaxın bir gözəl ərazidə, panorama birbaşa dənizə, 4 sot yarımda 300 kvadrat gözəl 2 mərtəbə tipli belə bir villamız çıxıb satışa, hörmətli izləyicilərimiz. 5 otaqdan ibarətdir, 300 kvadrat. Belə bir gözəl yer, torpaq saxlanılıb. Burada gözəl bağ-bağça əkmək olar. İstəsəniz çoxlu gözəl meyvə ağacı əkmək olar burada. İstəsəniz gözəl, genişlikdə böyük bir navis yığdıra bilərsiniz. Bax bura. Qapımız, darvazamız pultlandır, jali sistemlidir. Ev şəxsi tikili evdir dəyərli izləyicilərimiz. Qazı, suyu, işığı, isitmə sistemi kombidir. Evin ümumi olaraq birinci mərtəbəsi istipoldan ibarətdir. Evin arxa hissəsində belə bir əlavə olaraq yer saxlanılıb. Evin dörd bir yanı kamera sistemi ilə təchiz olunub. Pəncərələrin gördüyünüz kimi raşotqaları da var. Burada istəsəniz gələcəkdə samolyotumuz gedir. Burada gələcəkdə istəsəniz gözəl manqali yığdıra bilərsiniz. Əlavə veşləri yığmaq üçün yer nəzərdə tutulub. Bax belə bir kladovkada da tikmək olar burada. Gözəl genişliyində böyük bir həyətyanı sahəsi var. Yəni Hövsan əmlak bazarında həqiqətən belə bir kvadratda, belə bir həyətyanı sahəsi olan ev yoxdur satışda, hörmətli izləyicilərimiz. Ümumi 5 otaqdan ibarətdir, 300 kvadrat. Birinci mərtəbə ümumi olaraq istipoldan ibarətdir. Burada maşın saxlamaq üçün qaraj, əlavə olaraq letni mətbəx və yığılıb. İstəsəniz gələcəkdə burada bir qapı da qoya bilərsiniz, jalüz qapı və yaxud da cam balkonla yığdıra bilərsiniz. Evin dörd bir yanında keçid var, sağı solu yaşayışdır və evin dörd bir yanı kamera sistemindən təchiz olunub dediyim kimi. Keçək birinci mərtəbə ilə tanış olaq. Yer istipol, gözəl qəşəng bahalı aboylar, gözəl çılçıraqlı işıqlar. Solda da bir kuxnamız var. İstəsəniz buranı da ləğv edib otaq kimi də etmək olar, hörmətli izləyicilərimiz. Otaq kimi də istifadə edə bilərsiniz. Deməli, burada bizim hamam sanitar qovşağımız var evin birinci mərtəbədə. Və burada da ki, paltar yığan maşınlar üçün əlavə olaraq burada yer nəzərdə tutulub. Aksesuarlar quraşdırılıb, bir günə alıcımıza inşallah təhvil veriləcək. Burada da bir geniş, böyük yataq otağı birinci mərtəbədə. Çox səliqəli, təmiri əla və yer ümumi olaraq istipoldan ibarətdir dediyim kimi. Ev şəxsi tikili ev olub, özünə tikilmiş ev olub. Beton kəmərləri də var, yəni şəkillər də var bizdə. Çəkilişlər olunub hamısı təmirsiz olan vaxtında. Keçək evin ikinci mərtəbəsindən tanış olaq. Yəni bu evdə hörmətli izləyicilərimiz rahat 2 ailə yaşaya bilər. Rahat. Çox böyük evdir, maşallah olsun. Evin üz görünüşünü buradan da çəkək, qardaş zəhmət olmasın arxadan. Evin üz görünüşü çox səliqəli, hündür. Qalxaq evin ikinci mərtəbə ilə tanış olaq. Qeyd edim ki, şad xəbər də verim sizə hörmətli izləyicilərimiz. Bu ilin sonunda inşallah bütün fərdi yaşayış evlərindən kupsa veriləcək. Allahın izni ilə, Allah deyən olsun. Yəni bu tam arxayın olun ki, kupsa nə vaxt veriləcək. Bu ilin sonuna qədər inşallah kupsa bütün evlərə veriləcək. Bax, bunu mən deyirəm, bugünkü tarixdən deyirəm. Keçirik ikinci evə, ikinci mərtəbəyə. Keçən kimi gözəl genişliyində burada da belə bir kuxnamız yerləşir. Açıq studiya zaldır. Bircə də işıqlar yandırım. Maşallah olsun, çox gözəl, səliqəli. Panorama birbaşa dənizədir, hörmətli izləyicilərimiz. Dəniz görsənir. Panorama birbaşa dənizə. Çox gözəl yerdə yerləşir. Hövsan qəsəbəsində Pekard Astronovkasına 5 dəqiqəlik piyada məsafədə bir yataq otağımız burada yerləşir. İkinci mərtəbədə hamam sanitar qovşaq ayrı-ayrıdır. Dediyim kimi aksesuarlar quraşdırılıb, yenə təhvil veriləcək alıcımıza. Kombi quraşdırılıb, təhvil veriləcək. Bir gün Allahın izni ilə. 300 kvadratdan ibarətdir, 4 sot yarımda inşa olunub. Bir gözəl geniş yataq otağımızın biri burada yerləşir. Və sonuncu olaraq gözəl genişliyində qonaq otağımız. Allah hər bir evi qonaqlı qanal eləsin inşallah. Hörmətli izləyicilər, qeyd edim, Hövsan qəsəbəsi Pekarını 4 sot yarımda 5 otaq, 300 kvadrat. Bu gözəl evimizin startı qiyməti
135 min manata real alıcı gəlsə inşallah yerində danışıb qiymətlə razılaşma olacaq. Allah satanlıq xeyir versin. Diqqətinizə görə təşəkkür edirəm. Çox sağ olun. Bəyənmə işarəsini vurun, xahiş edirəm. Takip atın. Çox sağ olun.